Salam müəllimlər, hər vaxtınız xeyir, xoş gördük hər birinizi. Qəbula aid paylaşdığımız sual izahlarında bugünkü mövzumuz 2020-2025 qəbul suallarında dəyişən elektrik cəryanı mövzusudur. Başlayalım sualların izahına. İlk olaraq 2021 qəbul sualından başlayırıq. 2020-də nədənsə qəbulda dəyişən elektrik cəryanına aid bir sual olmayıb. 2021-də sual belədir. Kondensatorlarla qurulu dəyişən cəryan dövrəsinin tutum müqavimətini təyin edin. Tutum müqaviməti dediyimiz XC bərabərdir 1 bölünsün omega C-dir. Bunu böyütmək cavabını düstur olaraq istəyiblər, ifadə olaraq istənilib. O zaman biz dövrənin ümumi tutumunu taparıq. Baxın, dövrənin ümumi tutumunu tapdığımız zaman buradakı bu iki kondensator bir-birinə ardıcıl qoşulub. 2 dənə 10 C-nin ardıcıllığından buranın ümumi tutumu çıxar 5 C. Burada 6 ilə 12 də bir-birinə ardıcıldır. 6 ilə 12-nin ardıcıllığından da ardıcıllı ümumi tutumu tapanda vurub cəminə bölürdük. 72 böl 18-dən burada 4 olur. Daha sonra bu 5C ilə 4C bir-birinə paraleldir. Buradan çıxır 9C və dövrə artıq belə olur. Baxın, burada bir 9C tutumlu kondensator var. Ona ardıcıl olaraq bu paralel hissədən bir 9C tapdıq. Bir dənə də ardıcıl olaraq digər 9C var. Dövrə, baxın, belə bir dövrəni vermiş olur bizə. İndi 3 dənə 9C-li kondensatorlar bir-birinə ardıcıldırsa, 3 9C-nin ardıcıllığından bu dövrədəki ümumi tutum çıxacaq 3C qədər sayına bölürük. O zaman yerinə qoysaq, XC bərabər olur 1 bölünsün omega vur 3C. Demək ki, tutum müqaviməti olacaq 1 bölünsün 3 omega C-yə. Bu dövrədəki tutum müqavimətinin ifadəsi olur. Növbəti 2022 qəbul sualı. Şəkildə təsvir olunmuş transformator dəyişən cəryan mənbəyinə qoşulmuşdur. Transformatorun girişindəki gərginlik 100 volt olarsa, transformatorun K transformasiya əmsalını və transformatorun çıxışındakı gərginliyi hesablayın. Transformasiya əmsalının düsturu K U1 bölünsün U2, sarğı sayı ilə isə dolaqlardakı sarğı sayına əsasən isə N1 bölünsün N2'dir. Baxın, birinci dolaqdakı sarğı sayı N'dir, ikinci dolaqdakı sarğı sayı 5N. Yəni sarğı sayı 5 dəfə azalıb. Buradan da gördüyümüz kimi gərginliklə sarğı sayı düz asıdır. Sarğı sayı 5 dəfə azalıbsa, gərginlik də 5 dəfə azalmalıdır. Giriş gərginliyi burada 100 volt idi. Çıxış gərginliyi isə deməli 50 voltu vermiş olur. İndi daha doğrusu üzr istəyirəm. Sarğı sayı 5 dəfə artıbsa, gərginlik də 5 dəfə artar. O zaman 500 volt olar. Yəni 100 volt idi. 5 dəfə artacaq, 500 voltu vermiş olur. Transformasiya əmsalında istəsək gərginlik, istəsək sarğı sayına görə tapa bilərik. N1 böl N2-dən ya da U1 böl U2 yazsaq, U1 100 volt, U2 500 voltdur. O zaman transformasiya əmsalı da 1 böl 5-i verilmiş olur. Deməli, cavab belə olur. Transformasiya əmsalı 1 böl 5-dir və çıxışdakı gərginlik isə 500 voltdur. Növbəti sualımız 2023 qəbul sualı. Verilmiş dəyişən cəryan dövrəsində R4 ohm, XL 3 ohm və XC 8 ohm olarsa, voltmetrlərin göstərişləri nisbətini tap. Baxın, burada rezistor, sarğac və kondensator bir-birinə ardıcıl birləşib dəyişən cəryan dövrəsində. Ardıcıl birləşdikləri üçün üzərlərindən keçən cəryan eynidir. Cəryan eynidirsə, o zaman gərginlik müqavimətlə düz asılı olur. Burada baxın, V1 voltmetrinin qoşulduğu, paralel qoşulduğu aktiv müqavimət və induktiv müqavimətdir. V2 voltmetrinin qoşulduğu isə induktiv və tutum müqavimətidir. O zaman baxın, ilk öncə aktiv müqavimətlə XL-i tapsaq, dəyişən cəryan dövrəsində tam müqavimət düsturu Z bərabər kök altında R kvadrat plus XL minus XC-nin kvadratı idi. Buradan ilk öncə Z1 deyək. Z1 burada R ilə XL-dir, yəni XC yoxdur. XC yoxdursa, o zaman dövrədəki müqavimət bu olur. R kvadrat plus XL-in kvadratı. Burada R 4'dür, bu olur 4'ün kvadratı, üzərinə gəl. XL 3'dür, 3'ün kvadratı. Bu da eləyəcək 5'in kvadratı, yəni 5 ohm. Daha sonra Z2'yə baxsaq, Z2'də
XL ve XC var. Yani R yoktur. XL minus XC'nin kvadratından kvadratla kök gelir. Bu qalır XL minus XC. Bu da 3 minus 8'dən mənfi 5 ohm çıxır. Amma müqavimət skalyar kəmiyyətdir. Bizə qiymət lazımdır. Bu 5 ohm olar. İndi U1-in U2-yə nisbəti V1 voltmetrinin paralel qoşulduğu hissədə müqavimət Z1 oldu. V2 voltmetrinin paralel qoşulduğu hissədə isə müqavimət Z2. Deməli bu olur Z1 bölünsün Z2-yə. Z1 oldu 5 ohm, Z2 oldu 5 ohm. Nisbət o zaman 1-ə bərabər olacaq. Növbəti sualımız yenə transformatorla bağlı bir sualdır. Şəkildə verilmiş transformatorun çıxışındakı gərginliyi hesablayın. Gərginlik dedik ki, sarğı sayı ilə düz mütənasib asılıdır. Bax, sarğı sayı 160 sarğıdan 20 sarğıya düşüb. Yəni sarğı sayı 8 dəfə azalıb. O zaman gərginlik də 8 dəfə azalmalıdır. 1600 volt girişdə gərginlik var. Çıxışdakı gərginlik ondan 8 dəfə az olmalıdır. Deməli 200 volt gərginlik olacaq. Çıxış gərginliyi olur 200 volt və bu transformatora da deyilir alçaldıcı transformator. Çünki çıxışdakı gərginlik girişdəki gərginlikdən kiçik olduğu üçün. Növbəti 2025 qəbul sualı. Şəkildəki dəyişən cəryan dövrəsində R naqilinin ucları arasındakı gərginliyin təsir edici qiyməti. Baxın, sadəcə bu R naqilinin ucları arasındakı, buna U1 deyək, bu gərginliyin təsir edici qiymətini axtarır. Bunun üçün biz əvvəlcə bu dövrədəki cəryanı tapmalıyıq. Cəryanı tapmaq üçün, yəni cəryanın təsir edici qiymətini tapmalıyıq. Bunun üçün də bizə dövrənin tam müqaviməti lazımdır. Dəyişən cəryan dövrəsində tam müqavimət dedik ki, R kvadrat plus XL minus XC-nin kvadratıdır. Bunları indi yerinə qoysaq, deməli Z bərabər kök altında R 4-dür, 4-ün kvadratı üzərinə gəl. XL 5 minus XC 2-nin kvadratı. Bu da kök altında 16 plus 9 olur. Bu eləyəcək kök altında 25. Deməli dövrədəki tam müqavimət olur 5 ohm. Baxın, bizə gərginliyin maksimal qiyməti də 22 kökdə 2 volt verilir. Gərginliyin maksimal qiyməti 22 kökdə 2 voltdur. Əvvəlcə biz dövrədəki gərginliyin bir təsir edici qiymətini tapaq. Bax, ümumi dövrədəki gərginliyin təsir edici qiyməti amplitud qiymət bölünsün kökdə 2 idi. O da 22 kökdə 2 bölünsün kökdə 2-dən. Demək ki, dövrədəki gərginliyin təsir edici qiyməti 22 volt. İndi dövrədə axan cəryanın təsir edici qiymətini tapsaq, bu gərginliyin təsir edici qiyməti bölünsün tam müqavimət olur. Dövrədəki gərginliyin təsir edici qiyməti 22 volt, dövrədəki tam müqavimət 5 ohm. Deməli, dövrədəki cəryanın təsir edici qiyməti 4,4 amperdir. Və bizdən R naqili üzərindəki gərginliyin təsir edici qiyməti istənilir, yəni U1. Bu o zaman I vurulsun R olar, yəni aktiv müqavimət olar. Dövrədəki cəryan 4,4 amper, müqavimət də R naqilinin müqavimət də 4 ohmdur. Deməli, cəryan olacaq 4, 4, 16, 16, 17. 17,6 volt. Sadəcə R naqilinin ucları arasındakı gərginliyin təsir edici qiyməti 17,6 voltu vermiş olur. Bu da 2025 və sonuncu sualımız idi. Sağ olun, sağlıqla qalın.